Fotolara rəng verdi, rənglədi, rəngini artırdıq. İndi də gələk tam tərsinə rəngi yığışdırmaq. Yəni bir fotonu ağ-qara eləmək. Photoshopda bunu çox fərqli variantlarla eləyə bilərik. Gəlin bunları nəzər salaq. Əslində biz artıq bir variantı bilirik. Ctrl-U etsək, yəni Hue Saturation pəncərəsini açsaq, bilirik ki, rəngi biz artıra bildiyimiz kimi rəngi azalda da bilirik ki, bu halda nə baş verir? Tamamilə rəng sıfırlanır, yəni foto ağ-qara olur. Və sürətli rəngsizləşdirmə metodlarından biri də bu Image Adjustment Desaturate. OK nədir? Ctrl Shift U. Baxırıq, layer seçilidir. Shift Ctrl U, şəkil avtomatik oldu, rəngsiz. Gəlin belə eləyək, bunun duplikatını çıxardıram, kopyasını çıxardıram. Command J ilə, Ctrl J ilə daha doğrusu, macOS-də Command J. J dediyim ingilis dilində J. Və baxaq, görək, məsəl üçün bir daha duplikatını çıxaraq. Bunun adını qoyaq tutaq ki, Hue Saturation. Ya da Desaturate, fərqi yoxdur. Shift Command U, Shift Ctrl U oldu rəngsiz. Digərinə isə başqa bir metodla müdaxilə eləyək. Image Adjustment və Black and White. Eyni qaydada əslində eyni qaydada biz buradan da şəkilə destruktiv olmayan metodla ağ-qara şəkili ağ-qara eləyə bilərik. Black and White-ı açaq, hotkeyini də gördüyünüz qarşısında. Bir daha göstərirəm. Black and White. Alt Shift Ctrl B. Bir fotoqrafın yəqin ki, bu hotkeyi aktiv istifadə etməsi lazımdır. Bizə bir o qədər maraqlı deyil. Və əslində bir şəkili ağ-qara eləyirsənsə, niyə bu qədər fərqli rənglər? Biz desaturate elədiyimiz anda, yəni şəkildən rəngi yığışdırdığımız anda avtomatik bir rəng nə dərəcədə tünddürsə, açıqdırsa, ona uyğun boz, ağ, qara tonlar təyin olunur və foto olur ağ-qara. Amma halbuki Black and White pəncərəsi ilə biz daha detallı müdaxilə eləyə bilirik. Məsələn, söndürüm bunu. Bizim qırmızı rənglərimiz var fotoda. Mən bu qırmızı rənglərim, bir daha baxaq məsələn, bura diqqət edirək. Qırmızı rənglər bizdə ortadan biraz daha tünd boz rəngdə oldu. Halbuki mən bu qırmızı rəngləri daha açıq və ya əksinə daha qara eləyə bilərəm ki, biraz daha kontrastlı bir görüntü alınsın. Çox möhtəşəm deyil. Ancaq qırmızı rəngə müdaxilə eləməklə biz fərqi görə bildik. Yəni bu avtomatik ağ-qara olunmuş şəkildirsə, bu Black and White ancaq qırmızı kanala, qırmızı rənglərə müdaxilə olunmaqla hazırlanmış ağ-qara şəkil oldu. Geri qaytaraq, bir neçə Command Z-dən sonra geri qayıda bilərik. Ctrl Shift Alt B, Black and White açıldı. Gəlin də artıq bunların hamısının üzərindən keçək. Qırmızını tünd eləyək, sarı rəngi baxaq. Kontrastlı eləmək istəyirəm şəkili, ona görə çox ağappaq eləməyə, yandırmayaq şəkili. Piksel informasiyası olsun. Bu dərəcədə olsa yəqin ki, kifayət eləyər. Yaşıl rəng bizdə çox az yerdə iştirak edib, ancaq həmin hissələrdə dəyişiklik hiss olunacaq. Gəlin elə bunu da tündləşdirək. Siyan, yəni mavi tonlar bizə yeri gəlmişkən səma da açıq olduğuna görə ümumi atmosferi belə qaranlıqlaşdırıb tünd eləyə bilərik. Bu da pis deyil. Ya da kontrastı artıraq, bəlkə də arxa planı daha işıqlı eləyək. Hava şarları ön plana keçsin. Bluya da müdaxilə eləyək. Bu da yenə eyni qaydada. Səmanın və hava şarının bəzi detalları bizdə göy mavi çalarlardadır. Buranı da işıqlı eləyək ki, ön planla arxa plan arasında işıq fərqi olsun, tünd açıq fərqliliyi çoxalsın və sonunda magenta çəhrayı, gəlin çəhrayını da qırmızı narıncı ilə bir yerdə tündləşdirək. Ümumi toxunuşlardan sonra bizim şəklimiz bu formada etsə, ağ-qaraya çevirəndən sonra belə oldu. Black and White korreksiyası ilə belə bir möhtəşəm, qəşəng, kontrastlı, maraqlı ağ-qara foto aldıqsa, avtomatik eləsəydi, belə düz xətli, çox da kontrastlı olmayan görüntü alınacaqdı. Bu Black and White, bu isə Hue Saturation və ya Hue Saturation-ı səhv yazmışam. Black and White və Hue Saturation-la ya da Desaturate-dən alınmış görüntü. Ağ-qara eləməyən başqa bir variantı da var. Gradient Map. Bizim bu açılan siyahıdan bu dəfə də buradan baxaq. Gradient yox, bu bir adi rəng keçidi deyil. Gradient rəng keçidi isə Gradient Map rəng keçidi əsasında tünd, açıq və orta tonların hansı belə deyək ki, rənglərdə olduğuna qərar verə bilirik. Ağ-qara olduğuna görə mən də ən son səhv eləmirəmsə ağ-qara gradientdən istifadə elədiyimə görə belə bir
qaradan ağa qradiyent yarandı. Yəni bunun qara ağ olması şərt deyil, sizi çaşdırmasın. Gedək, nə bilim, fərqli, pinkli, minkli bir dənə rəng verək. Bəli, belə bir şey olsun. Hətta yəni reverse eləyək. Belə bir şey olsun. Nə baş verdi? Bizim çəhrayı, bunu düşünün, Levels'də gördüyümüz o shadow, mid-tone və highlight, yəni tünd piksellər, orta tonlu piksellər və açıq piksellər, açıq rəngli piksellərin şkalası, histogramması kimi buranı düşünə bilərsiniz. Bizim tünd tonlu piksellərimiz olacaq bu rəngdə. Orta tonlu piksellərimiz təxminən bu iki rəngin qarışığından ibarət olacaq və açıq rənglərimiz isə mavi çalar alacaq. Gəlin bu çəhrayı deyil də çəhrayının əvəzinə tutaq ki, biraz daha tünd bənövşəyi, pink görüntülü bir rəng təyin eləyək. İndi bunu yandırsam. Bəli, şəklimizin tünd hissələri oldu bənövşəyi, orta hissələri bənövşəyi, çəhrayının qarışığı, bənövşəyə daha doğrusu mavinin qarışığı. Ən açıq hissələr, hansı ki bizdə böyük ehtimal ki buradadır, səmadadır, daha doğrusu buludun üstündədir. Onlar da oldu mavi rənglərdə. Gradient map ümumiyyətlə belə işləyir. Biz indi deyə bilərik fotoya ki, tünd hissələrin ümumiyyətlə qara rəngdə olsun, orta hissələr qara ilə ağın arasında təxminən 50% boz rəngdə olsun və açıq hissələr də elə ümumiyyətlə ağ rəngdə olsun. Və bu şəkildə biz fotonu ağ-qaraya çevirə bilərik. Elə hazır şablonlarımızın içində, daha doğrusu ilk base rənglərimizin içində elə qaradan ağa doğru keçid var. Reverse eləyək, yəni rənglərin yerini dəyişək. Super, yəni ki, kifayət qədər kontrastlı, qəşəng bir görüntü alındı. Tünd rənglərimiz hardadırsa, ora oldu qara rəngdə. Bizim orta tonlar hardadırsa oldu təxminən 50% boz rəngdə. Və ən açıq hissələr bizdə orada buludlarda olacaq, hava şarının üstündəki bəzi detallarda olacaq. Onlar da oldu ağ rəngdə. Nəticədə qəşəng, belə dramatik, kontrastlı ağ-qara foto alınmış oldu. Biz hue saturation, desaturate, black and white və bir də gradient map ilə şəkilləri ağ-qara etməyin yollarını öyrəndik. Növbəti dərsdə görüşərik. O vaxta qədər isə siz fərqli şəkilləri götürüb onları ağ-qara eləməyə çalışın. Məncə bəlkə də rəng korreksiyalar mövzusunda ən asan, həm də ən maraqlı mövzulardan idi. Növbəti dərsdə görüşərik.